Herkese salam və kanalıma xoş gəlmisiniz. Elə indicə sizin üçün video çəkmişdim. Bir ay ərzində nə qədər pul xərcləyirəm. Çox sevindim, çünki qızların çoxsu yazmışdılar ki, onların çox xoşuna gəlir belə video. Ona görə hər ay çalışacağım. Unutmadan sizi üçün belə bir video çəkim. O videonu sizi üçün çəkərkən qızım yanımda oturmuşdu və dedi ki, mama mənim albomumu çək göstər, qızlar baxsın mən necə şəkil çəkirəm və ona əlbəttə ki, yox deyə bilmədim. Ona görə biraz bunun şəkillərini sizə göstərim və ondan sonra videomuza davam edək. Bəlkə də sizə heç maraqlı olmayacaq burana baxmağa, çünki səliqəsiz çəkmişdim. Ona görə videonu biraz qabağa çəkə bilərsiniz. Ya da ki, heç əziyyət çəkməyin, mən elə buraya qədər sizə göstərim, qalanını isə kəsərəm. Bugünkü vlog reseptlərlə doludur, çünki yemək hazırlayarkən həmən dəqiqə əlimə kamera götürürdüm və sizi üçün başlayırdım video çəkməyə. Amma hazır olan vəziyyətdə necə hazırlamışam onu çəkməyə unudurdum, çünki yemək hazır olandan sonra tez süfrəni düzürdüm, ailəmi çağırırdım, yemək yeyəndən sonra həmən dəqiqə süfrəni təmizləyirdim, qabları yuyurdum, mətbəxi tərtəmiz eləyirdim və çıxıb mətbəxdən oturandan sonra yadıma düşürdü ki, axı mən sizə hazır olan vəziyyətdə göstərmədim. Elə burada demək olar ki, sousum artıq hazırdır. Buzluqda hazır pişmiş noxudum var idi, onu da içinə qatdım. Ən axırda göyərti eləyirəm, qapağını bağlayıram. Bir neçə dəqiqə durandan sonra onda başlayıram tarelkaya tökməyə. Elə burada hamı yeyəndən sonra mətbəxi səliqəyə saldım və keçirəm zala. Pakırvalları gündə 2-3 dəfə çırpıram, çünki hamı divana oturanda ayaqlarını qaldırırıq divanın üstünə və corablarımız tozlu olur və ona görə mütləq pakırvalları 2-3 dəfə çırpıram. Elə bu dəqiqə pakırvalları atmışdım çölə ki, biraz havalansın. Özüm isə nəm əski ilə divanın üzərindən belə keçirəm, çünki orada da arasına belə qıraqlara toz oturur. Arada pılesosla onu təmizləyirəm, amma axır vaxtları pılesosu heç işlətmirəm, çünki xalçaları yığmışam və xalça yerdə olmayanda heç vaxt mən pılesoslamıram, heç xoşlamıram lüt polları pılesoslamağa. Həm elə bil ki, cızır, həm də mənə belə rahat olmur. Məndə xalça yerdə olmayanda mən yaş əski ilə üstündən keçirəm, bütün tozları yığıram və ondan sonra ikinci dəfə təmiz əski ilə qəşəng polları silirəm. Pakırvallarım, daha doğrusu pakırvalım deşildi. Heç keyfiyyətli pakırval deyil bu. Yaxşı ki, ucuz almışdıq. Onun o biri tərəfi, yəni astar tərəfi elə bil nazik belə qubqa gedir. Hər dəfə çırpdıqca həmən qubqa sökülür və orada demək olar ki, artıq qubqa qalmadı. Ona görə deşik əmələ gəldi. Hələlik onu tikim, belə qoyum. Çünki pakırvalsız heç xoşlamıram divan olsun. Həm tez ləkələnəcək, həm də ki, nəsə sevmirəm belə olanda. Hələlik bu dursun. Mütləq pakırval mənim qabağıma çıxsa, yəni ucuz endirimdə olsa, onda mütləq alaram və dəyişəcəm. Amma indi bu dəqiqə dəyişiklik heç bir şeyim yoxdur deyə məcbur bunu təzdən saldım. Əski ilə bütün polların tozunu yığıram və ondan sonra ikinci dəfə təmiz əski ilə polları siləcəm.
Geçer şu orta. Şu. Bugünüm bitti. Mərci supu hazırlayıram. Deməli, pütü tərəvəzləri doğradım xırda, atmışam bura və bunun üzərinə indi bulyon tökəcəm və qoyacağam bişirməyə. Həmişə ilk növbədə soğanı qızardırdım, sonra kartoşka, kök atırdım, onları biraz pörtlədirdim, sonra mərcini də atırdım, biraz elə-belə qovururdum və ondan sonra üzərinə bulyon tökürdüm. Bu dəfə belə eləməyi istəmirəm. Hər şeyi içinə atmışam, qızardılmış bir şey istəmirəm. Hər şey belə pörtlənmiş olsun. Nəysə, üzərinə indi bulyon tökəcəm. Məndə buzluqda bulyon var. Sadəcə biraz buzdur deyə qaynar su ilə üzərindən belə keçdim ki, tez aralansın qabdan və üstünə atacağam və bu da mənim mərci supum olacaq. Bir yemək qaşığı biber təbii bağlanmadı bu. Baldızım bunu bizə vermişdi. Çox qəşəng bir şeydir. Heç vaxt bunu bağlamırdım mən tək biber. Heç vaxt eləmirdim. Pomidorla eləyirdim. Yaxşı idi. Amma burada sırf qırmızı biberdir. Çox xoşuma gəldi. Bu il ondan mütləq resepti götürəcəm. Düzdür, qırmızı biber biraz bahadır. Amma heç olmasa 2-3 banka düzəldəcəm özümdə. Çox qəşəng bir şeydir. Mənim çox xoşuma gəldi. Bir qaşıq bura atmışam. Həm qıpqırmızı eləyir, həm də ki dadı fərqlənir. Çox qəşəngdir. Artıq pomidor bura qatmayacağam. Elə bu bəs eləyəcək. Doğğa hazırlayıram. Deməli, məndə burada 2 dənə 750 qramlıq banka qatıqdır və bir 750 qramlıq bütöv su və həmən o bankanın yarısı qədər su tökmüşəm. Sonra bir dənə yumurta qatmışam. 2 xörək qaşığı un və stəkanın yarısına qədər yumru, düyü qatmışam. Hamısını belə yaxşı qarışdırıram, heç bir şey içində qalmasın. Yəni un belə yumru qalmasın. Belə qarışdırdım. İndi bunu qazın üzərinə qoyacağam və artıq görəcəm ki, bu belə hardasa 1-5 dəqiqədən sonra başlayacaq qaynamağa. Göyərti atacağım. Göyərti də hamısını doğramışam, yudum. Doğradım xırda-xırda. Burada məndə şomudur, dağ keşnişi, keşniş, şüyüd, belə göyərtilərdir. Bunlar hazırdır. Bunu qoyuram qazın üzərinə və həmişə belə qarışdırıram. Qarışdırmasam, onda pis olur. Amma hər dəfə qarışdıranda belə qəşəng qalacaq. Nəysə, bunu qoyuram qazın üzərinə. Bayram çoxdandır ki bitmişdi, amma mənim süfrəmdə hələ bu bəzəklər durur və artıq bezdim, gözüm yoruldu bunları görməyə. Qərara gəldim ki, buranı təmizləyim, biraz boşaldım süfrəni. Çox şükürlər ki, şirniyyatlarımız bitmişdi, amma bu qoz fındıq hamısı qaldı. Onları özüm ləpə elədim, çünki qoz fındıq stolda olanda qabıqla bir yerdə. Heç kim onu yemir və durduqca quruyur və axırda biz onu atırıq. Ona görə hayfım gəlir. Mən keçən dəfə sizə video deyəsi çəkmişdim. Ceyran dərsini yazarkən mən tez bazar bütün qoz fındıqları təmizlədim. Təmiz ləpə süfrədə olanda uşaqlar otururlar dərs yazanda ya da ki rəsm çəkəndə onda bir-bir əlini atırlar, yeyirlər. Amma ləpə olmayanda elə belə qoz fındıq qabıqlı olanda heç kim ona əl vurmur. Mən artıq istəyirəm yay-qış paltarları
yerləşdirim. Yəni qış paltarları biraz yığışdırım, yay paltarları çıxardım. Düzdür, yay paltarı çıxartmağa hələ tezdir, amma havalar neçə gündür yaxşıdır və biz qış paltarı ilə çölə çıxırıq deyə adama isti olur. Düzdür, gündüz hava çox istidir, amma axşam sərin olur. Harası uzaq yerə gedəndə nazik geyinirsən, axşam qayıdanda üşüyürsən və onda tez-tez xəstələnirik. Ona görə hələ ki düşünürəm çıxardımmı yay paltarları yoxsa yox. Siz mənə rəy bölməsində yazın, siz çıxartmısınızmı yoxsa hələ ki qış paltarını işlədirsiniz. Mən bir-bir yavaş-yavaş çıxardıram və görürəm ki artıq mənim şkafdan bardaq əmələ gəlir. Çünki qış paltar yay paltarı ilə qarışır deyə və orada yer olmur. Ona görə yəqin ki bu yaxınlarda sizinlə birlikdə yay-qış paltarlarımızı yerbəyer eləyəcəyik. Mən bu prosesi çox xoşlayıram. Həm də uşaqlarım da çox xoşlayır yay-qış sezon paltarları çıxardanda. Xoşlayırlar geyinməyə. Elə bilirlər ki təzə paltarları təzədən geyinirlər. Çünki uzun müddətdir ki onları görmürdülər və təzədən onları görəndə xoşlayırlar. Əslində uşaqlarda bəzi paltarlar demək olar ki artıq balacalaşıb, bəzilər cırılıb, onları da sortirovka eləmək lazımdır və siyahı tutmaq lazımdır ki, hansı uşağa nə paltar almaq lazımdır. Elə bil o qədər də çox iş görmədim, amma vaxtı çox apardı. Artıq axşamdır, mənim dincəlmək saatım gəlib çatıb. Oturmamışdan qabaq meyvələri hamısını doğradım və porsiyaya qoymuşam ki, hamı hərəsindən biraz yesin. Çünki uşaqlara bir tarelkada qoyuram. Bəziləri yalnız alma yeyir, bəziləri ancaq armud yeyir. Mən belə amma istəmirəm. Mən istəyirəm ki, hamısından biraz yesinlər və ona görə məcbur belə porsiya eləyirəm ki, və axırda deyirəm, hamı mənə boş qabı qaytarsınlar. Nəysə, mən artıq sizinlə yavaş-yavaş sağollaşacağım, çünki mən istirahət eləməyə gedirəm. Ümid edirəm ki, bu videonun sonuna kimi baxmısınız və unutmayın rəy bölməsində smaylik saxlamağa, like eləməyə və abunə olmağa da unutmayın. Mən isə həmişəki kimi öz tərəfimdən hər birinizə can sağlığı arzulayıram. Sevdiklərinizi unutmayın. Biz isə növbəti vlogda görüşərik. Hələlik.